Bugün sosial xəbərlər rubrikasında biləcəksiniz. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dost Xonçası adlı bayramlaşma kampaniyasına başladı. Əlləri ilə rəqs dünyasına, qolunun qüvvəti ilə idmana, ürəyinin sevgisi ilə incəsənətə söykənən azyaşlı Rəsulun uğur hekayəsi. Liliputlar neçə yaşında yaşa görə əmək pensiyası hüququna malik olurlar? Əlil arabasında heç nədən qorxmadan möhtəşəm hərəkətlər edən şəxs. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda əhaliyə xidmətlərin bir pəncərə və e-sosial portalı əsasında şəffaf, operativ şəkildə çatdırılması üçün müasir qəbul mərkəzi açılıb. Mərkəzin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev də iştirak edib. Nazir bildirib ki, sosial xidmətlər sahəsində innovativ yeniliklər tətbiqi şəffaflığı, ədalətliliyi, vətəndaş məmnunluğunu təmin edəcək. Bu isə Prezident cənab İlham Əliyevin İslahatlar proqramının başlıca xəttidir. Sahil Babayev deyib ki, təkcə son 2 ayda nazirlikdə 5215, DSMF-də isə 5348 vətəndaşın qəbulu həyata keçirilib. Ona görə də qəbul sahəsində xidmətin müasir şəkildə və vətəndaş rahatlığı prinsipi ilə təşkili vacibdir. Sahil Babayev yeni qəbul mərkəzi burada vətəndaşların müraciətlərinə baxılması prosesi ilə tanış olub. Mərkəzdə ilk növbədə vətəndaşların elektron növbəliliyi təmin edilir. Qəbula gələn vətəndaşların əsas xidmət istiqamətləri, əmək pensiyaları, sosial müavinət, təqaüdlər, avtomobil və mənzil növbəliliyi, maddi yardım, sanator-kurort yollayışları üçün müraciətlərin edilməsi, fərdi uçotla, eləcə də ünvanlı sosial yardımla bağlı xidmətlər göstərilir. Tədbir çərçivəsində Sahil Babayev elektron qaydada pensiya təyin olunmuş 5000-ci pensiyaçı Tahirov Ramiz Tahiroğlu ilə də görüşüb. O, pensiyaçıya bank kartını və hədiyyə təqdim edib. Ramiz Tahirov heç bir sənəd toplamadan və heç bir yerə müraciət etmədən 64 yaşının tamamlandığı gün ona elektron qaydada pensiya təyin olunduğuna görə minnətdarlığını bildirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşıdan gələn Novruz bayramı münasibəti ilə Dost Xonçası adlı kampaniyaya başlayıb. Nazirliyin əməkdaşları qədim Novruzun bayramlaşmaq ənənəsinə sadiq qalaraq tənha ahıl, yaşlı insanları ziyarət edir, onlara bayram xonçası aparır, qayğıları ilə maraqlanırlar. Bu addım həm də cəmiyyətin qocalara, ahıllara diqqət və qayğısını artırmaq məqsədi daşıyır. Nazirliyin əməkdaşları aksiyanı Səbail rayonunda tənha yaşayan 80 yaşlı Mənzər Hüseynovanı ziyarət etməklə başlayıblar. Ona Dost Xonçası təqdim olunur. Tənha, ahıl vətəndaşlarımızı sevindirmək, onlarla bayramlaşmaq istəyən hər qurum və ya hər kəs bu aksiyaya qoşula bilər. Aksiyanı davam etdirənlərdən bu barədə Facebook səhifəsində postlarını Dost Xonçası hashtagı altında paylaşmalarını xahiş edirik. Rəqs bədənin müxtəlif əzalarını oynatmaqdan çox əhval-ruhiyyə təzahürüdür. Bu baxımdan onu əlləri bağlı halda, yaxud gözlərini yumub da ifa edə bilərsən. Təki sərgilədiyin estetika izləyənlərin ürəyini hiqqətə gətirsin. Bugünkü qəhrəmanımız Rəsulun rəqsləri kimi. Xoş gördük, salam. Necəsən? Burada Yaxşıyam. rəqslə məşğul olursan. Bəli. Çox gözəl məkandır və sən bizim Biz Birik verilişinin ən gənc qəhrəmanısan. Və istəyərdik tamaşaçılarımız sənin bu uğur hekayəni, qısa da olsa bu həyatında uğur hekayən var və onu tanıdıq, tamaşaçılarımız səni daha yaxından tanısın. Bir də istəyərdim həm o məşq elədiyin məkana bir nəzər yetirək, həm ümumi səninlə tanış olaq. Buyur. Burada məşq edirsən. Bəli. Çox gözəl. Rəsul, bunlar hamısı sənindir. Bəli, mənimdir. Aha. Bu uğurları qazanmısan, maşallah olsun. Bunların hamısını istəyərdim danışasan, harda, necə qazandın? Deməli, bunu Azərbaycanın 100 ilinə həsr olunmuş
yarışda qazanmışam, birinci yer rəqsdən. Bunu 4-cü uşaq paralimpiya idman oyunlarında qazanmışam, ağır atletika üzrə yarışdan. Bu da ilk yarışımda olub, rəqs üzrə idi o da. İlk yarışımda birinci yerə çıxmışdım. Diplomlarda hamısı yarısı ağır atletikandı, yarısı da rəqsindir. Və bu qısa zamanda olsa sənin artıq neçə yaşın var? Artıq 12. 12 yaşın var. Amma bu qədər böyük uğurlar əldə eləmisən. Mən inanıram ki, gələcəkdə daha böyük uğurlar əldə edəcəksən inşallah. İnşallah. Və sən hal-hazırda bu əlil arabasında rəqs edirsən. Bəli. Xüsusi olaraq. Xüsusi əlil arabasıdır ki, hansı ki rəqs üçün nəzərdə tutulub, eləmi? Bəli. Sən artıq belə deyək də peşəkar olaraq məşqlərə başlamısan və tam yüksək səviyyədə peşəkar rəqslərini davam etdirirsən. Bəli. Və istəyərdim bir əyləşəsən orada, tamaşaçılarımız da səni izləsin. Yəni Rəsul üçün çətindirmi, asandımı? Saxlayın bunu. Bunda Rəsul yıxılma ehtimalı nə qədərdir? Yoxdur. Yoxdur yəni. Çünki arxadan da, qabaqdan da balaca təkərlər var, ona görə. Hə, yəni tənzimləyirsən. Tarazlıyır. Hə, çox gözəl. Və sən bununla çox rahatlıqla həm hərəkət edirsən, həm fırlanmağa rahat. Daha aktiv rəqslər eləmək üçün. Bəli. Çox gözəl. Belə məşqlərə hər gün gəlirsən, yoxsa necə? Yox, məşqlərə həftədə 1-2 dəfə gəlirəm orada. Aha, həftədə 1-2 dəfə gəlirsən və gün ərzində nə qədər məşq edirsən? Gün ərzində 1 saat, saat yarım belə. Məşqlər edirsən. Bəli. Çox gözəl. Bəs səndə nə baş verib həyatda? Anadan gəlmə fiziki məhdudiyyətlisən? Bəli, anadan gəlmə fiziki məhdudiyyətliyəm. Zəkiyev Rəsul Vahidoğlu 2006-cı il martın 10-da Bakıda anadan olub. Hələ doğulmamışdan ana bətnində ayaqları inkişafdan qalıb. Amma fiziki məhdudiyyətli doğulmaq onda heç zaman inamsızlıq yaratmayıb. Yaşının az olmağına baxmayaraq Rəsul artıq bir çox uğurlara imza atıb. İlk nailiyyətləri rəqs sahəsində olub. Respublika miqyaslı yarışlarda 2 dəfə qızıl medal qazanır. O, ağır atletika ilə də məşğul olur. İdman uğurlarının arasında da bir qızıl, bir gümüş medal var. Rəsul həm də incəsənəti sevir. Hazırda 117 nömrəli tam orta məktəbin 7-ci sinifində oxuyur. Arzusu gələcəkdə həm rəqs, həm də idman sahələrində daha böyük uğurlara imza atmaq, ölkəmizi dünya miqyaslı yarışlarda təmsil etməkdir. Rəsul, bir qızıl, bir ya 2 gümüş medalın var deyəsən. Yox, 3 qızıl, 1 gümüş. Maşallah. Bəs bunları hansı sahədə qazandın? Bunları ağır atletika və rəqs üzrə yarışda. Həm ağır atletika ilə məşğulsan, hal-hazırda məşğulsanmı o sahədə? Bəli. Həm də rəqslə məşğulsan. Bəli. Bu həvəs səndə nətər yarandı? Bunu uşaqlıqdan, yəni qardaşım da idmana gedirdi, bir çox uşaqlar da idmana gedirdi. Məndə də həvəs oldu ki, mən də niyə getməyim? Və ondan sonra mən idman tapdım. Bəli. İslam Əmrəli oyunlarda müəllimlə tanış oldum və müəllim məni dəvət elədi və ağır atletika ilə məşğul oldum. Və orada da uğur qazanmısan hal-hazırda. Maşallah. Və baxmayaraq ki, yəni həyat bu cür imtahana çəkir səni və bu cür həyat verib, 12 yaşın olmağına baxmayaraq bu qədər gözəl uğurlar, nəticələr əldə eləmisən və hal-hazırda həm də rəqslə də məşğulsan. İstəyərdik biraz tamaşaçılarımız sənin biraz rəqs prosesini izləsin, ondan sonra səninlə söhbətimizə davam edək. Yaxşı. Xoş gördük. Sağ olun. Necəsiz? Sağ olun. Rəsul bəyin müəllimisiz. Bəli. Biz istəyərdik ki, bir gözəl bir məşqlərinizi tamaşaçılarımız da izləsin. Ümumiyyətlə Rəsul bəyin potensialını biz də görək, tamaşaçılarımız da görsün sizin sayənizdə. Gəlin. İki. Hop yavaş. 3, 4, 5, 6, 7, 8. Yerleşme var diye. Yo, birinci belə çəkdirdim, sonra belə çəkdirdim. 8, 7.
1, 2, 3. Liliputlar neçə yaşına çatanda və nə qədər sığorta stajı olanda yaşa görə əmək pensiyası hüququna malik olurlar. Hipovizqanizm xəstəliyinə tutulan şəxslər, yəni liliputlar, eyni zamanda mütənasibliyi pozulmuş cırtdanboylar, güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslərin kateqoriyasına aiddirlər. Liliput və mütənasibliyi pozulmuş cırtdanboy kişilər 47, qadınlar isə 42 yaşına çatanda onların yaşa görə əmək pensiyası yaranır. Amma azı 5 il sığorta stajı olmalıdır. Rəsul əsas odur ki, onun istəyi var rəqsə. Fərqi yoxdur, düzdür, başa düşürəm. Fiziki məhdudiyyətli bir uşaqdır, amma ki, əsas onun istəyi olması hər bir, belə deyək, çətinliyi aradan qaldırır. O istəyə görə onda, belə deyək, rəqsə olan marağı, istəyi güclü olduğundan rəqs vaxtı elədiyi bütün hərəkətlər də onda yaxşı alınır. Fiziki məhdudiyyəti olduğuna görə biraz rəqs etmək biraz çətin olur, amma ki, Rəsul özü bacarıqlı olduğundan elədiyi hərəkətlər də rahat alınır onda. Rəsulla demək olar 4-5 aydır məşq eləyirik. Öyrəndiyimiz rəqslərdən vals rəqsi var, çeçə rəqsi var. Bu yaxınlarda həmçinin flash mob kimi zumba etmişdik. Orada tək Rəsul deyildi. Başqa bir xanım, fiziki məhdudiyyəti olan xanımlar da rəqs edirdilər. Ümumi, belə deyək, qrup şəklində rəqs növüydü. Çox gözəl də alınmışdı, deyim sizə. Rəqs tərəfdən deyirəm ki, Rəsulda çox yaxşı alınır. Və gələcəkdə belə davam eləsə, məşğul olsa, gələcəkdə də yarışlar da çıxmaq olur. Çünki bildiyiniz qədər fiziki məhdudiyyətli insanlar arasında da rəqslər üzrə yarışlar keçirilir və həmin yarışlarda belə davamlı məşq etsə, o yarışlarda iştirak edə bilər. Vurğuladığım kimi sən bizim Biz Birik verilişinin ən gənc qəhrəmanlarındansın. İstəyərdim əvvəla belə bir sualdan başlayayım. Bax, necə oldu ki, səndə rəqsə maraq yarandı? Ümumiyyətlə, televiziyada hansısa rəqsləri izlədin, yoxsa valideynin təkidindən rəqsə gəldin? Necə oldu bu həvəs yarandı səndə? Həm anam dedi mənə, özü görmüşdü internetdə və mənə də göstərdi və gördüm ki, maraqlıdır və özüm də gəldim, burada özümü sınadım, gördüm alınır məndə. Ondan sonra başladım rəqslə məşğul olmağa. Bu rəqs məktəbinə gəlişin haqqında istəyərdim danışasan. Kim gətirdi, necə oldu, burayla tanış oldu? Kamal müəllimlə gəlmişdi ilk dəfə, göstərdi mənə, müəllimlə tanış olduq. Kamal müəllim Milli Paralimpiyada baş katib. Hərəkətləri öyrətdi mənə və beləliklə sonradan o artıq çətin hərəkətlərlə başladıq məşğul olmağa. Və rəqsdə ümumiyyətlə kimlərdən rəqs edirsən? Məhz qarşındakı fiziki məhdudiyyətli olmalıdır, yoxsa fərq etmir? Yox, fərq eləmir. Sən həmçinin bu rəqslə yanaşı idmanla da məşğulsan. Bəli, ağır atletika üzrə. Ağır atletika üzrə. Bəs nə qədər müddətli məşğulsan bununla? Onda 2 ilə yaxın müddət var ki, məşğul oluram. Və bu işdə sənə ən çox kim dəstək verir? Ən çox həm müəllimim dəstək verir, həm də atam aparıb gətirir. Ümumiyyətlə, istəyərdinmi ölkəmizi beynəlxalq yarışlarda təmsil eləyəsən? Bəli, başqa ölkələrdə birinci yeri tutum və Azərbaycan bayrağını qaldırım. Hansı sahələrdə istəyərsən? Yəni, bu özündə hiss edirsən ki, sən bunu bacaracaqsın. Mən ağır atletika və rəqs üzrə məncə bacaracağam. Özünə inanırsan? Bəli. Öz həmyaşıdlarına nə deyərdin? Necə olsunlar ki, sən kimi güclü olsunlar? Heç vaxt arxaya baxmasınlar, yalnız irəli geçsinlər. Hansı idman növünə maraq varsa onlarda, onunla da məşğul olsunlar. Dancing bears, painted wings, things I almost remember, and a song
December. Someone holds me safe and warm. Horses prance through a silver storm. Figures dancing gracefully across my memory. Someone holds me safe and warm. Horses prance through a silver storm. Sən həmçinin bax bu idmanlarla yanaşı, rəqslə yanaşı, hətta Əsa teatrında Bəli. belə deyə aktyor kimi bir tamaşada da rol almısan. Göyquş tamaşasında da səni izləmişik. Bəli. Bax necə oldu bu Əsa teatrına gəlməyin? Həvəs necə yarandı səndə? UAFA cəmiyyətindən mənə Zəhra xanıma demişdi bizə ki, yəni belə teatr var və mən də getdim, müəllimlə gəldi, tanış olduq, mənlə danışdı və məni teatra götürdü. Və bu ümumiyyətlə sənin ilk rolun oldu bu Göyquş tamaşasında oynamaq? Bəli, ondan qabaq da olub, Qırmızı Papaq nağılında oynamışdım ovçu kimi, amma o UAFA cəmiyyətində, yəni kiçik bir tamaşa vardı, orada iştirak eləmişdim. Amma burada böyük kütlənin qarşısına Bəli. çıxış elədin. Necə bir hiss idi? Yəni mən düşünürdüm əvvəl ki, yəni həyəcanlı olacaq, yəni çıxacağam səhnədə, həyəcan çox olacaq, amma səhnəyə çıxanda heç bir həyəcanım olmadı. Yəni rahatlıqla keçdi. Bax, idman, rəqs, teatr, bax bütün bunlar səni dərslərindən yeri qoymur ki? Xeyr, dərslər hərəsini yəni özüm qruplaşdırıram ayrı-ayrı və mənə rahat olur. Dərslərimi də ayrı vaxt deyirəm, idmana da gedirəm, rəqsə də gedirəm. Maşallah. Yəni baxmayaraq ki, həyata fiziki məhdudiyyətli göz açmısan, sən heç nəyə baxmadan irəli addım atırsan və gözəl uğurlar qazanmağa doğru gedirsən. Və dərslərin necədir bu gün? Dərslərim yaxşıdır. Yəni 4-5 alıram dərslərdən. Ən xoşladığım fən də tarixdir. Məktəbə gedirsən yoxsa evdə təhsil alırsan? Yox, 1-ci sinifdə müəllim evdə təhsil alırdım, amma daha sonra qardaşım yəni gedəndə ilk 1-ci sinifə məndə də maraq yarandı məktəbə və mən anama dedim ki, mən də istəyirəm getmək məktəbə və məni qəbul elədilər məktəbə. 2-ci sinifdən məktəbə gedirəm, hal-hazırda 7-ci sinifdə oxuyuram. Və bugün əl arabasında hərəkət edirsən. Bəli. Məktəbə də elə gedirsən. Bəli. Və dostlarının sənə münasibət necədir? Yaxşıdır. Məsələn, tənəffüsdə olur ki, dərsdə hamısı gəlirlər. Hətta ona görə mübahisə edirlər ki, mən sürüm sənə, kömək eləyirlər. Hətta zarafatlaşırlar da səndən. Bəli. Biz sənə uğur arzuluyuruq və inanırıq ki, gələcəkdə çox gözəl, böyük uğurlara imza atacaqsan və həqiqətən də gələcəyin parlaqdır və bayrağımızı beynəlxalq yarışlarda ucaldacaqsan. İnşallah. Fərq etməz hansı sahədə, amma hansı sahədə ki, özünü doğru şəkildə görürsən və o sahədə də inanırıq ki, bayrağımızı ucaldarsan, əgər bu yaşına qədər sən bu qədər uğurlar əldə eləmisənsə və gələcəyin də çox parlaqdır inşallah ki. Uğur arzuluyuruq sənə. Çox sağ olun. Sənin yaşında olan tamaşaçılarımıza nə arzulayardın? Onlar da istərdim ki, onlar da mənim kimi Azərbaycan bayrağını başqa ölkədə qaldırsınlar, çoxlu medallar gətirsinlər ölkəmizə. Bax Rəsul, bu nailiyyətləri qazanmağında kimlər sənə dəstək olub, kimlərə təşəkkür eləmək istəyərsən? Mən ilk öncə anama təşəkkür eləmək istəyirəm ki, yəni mənim indiyənə qədər bura gəlməyimdə anamın böyük zəhməti olub, yəni öz əlimdə çox iş görüb. Bir də Kamal müəllimə təşəkkürümü bildirirəm. O da mənim rəqsdə ağır atletika üzrə yəni iştirak eləməyimə onun da böyük rolu olub. Bəli. Biz də təşəkkür eləyirik. Həm sənin valideyninə təşəkkür eləyirik ki, səni evdə saxlamır, cəmiyyətə çıxardır və sən də cəmiyyətə çıxdıqca uğurlar qazanırsan və biz də Paralimpiyanın katibi Kamal müəllimə də təşəkkürümüzü bildiririk ki, həqiqətən də
belə gənclərimizi, belə Şərait insanlarımızı bəli cəmiyyətə idman sahəsində tanınmağında dəstək göstərirlər. Və sənə də təşəkkür edirik və uğur arzulayırıq. Çox sağ olun. Şərq filosoflarından biri deyir: bütünlük içində rəqs etmək üçün lazım olan tək şey yalnız bu anın gerçəkliyini qəbul etməyimizdir. Bugünkü gerçəyimiz Rəsul və onun fərəh doğuran nailətləri il-ildən yox, günbəgün böyüyən arzuları və mübarizliyi oldu. Hekayəsi fərqli olsa da, yenə də bizə birliyimizi xatırlatdı. Bu birliyi qorumaq və daha da qüvvətləndirmək diləyi ilə gələn görüşlərədək. Saturation, just give me more elevation. Gotta learn your television, microwave, all religion, gallograms, gigabytes, full of computers from my life. Wanna disconnect, I wanna break free. I wanna coffee and call electronic leash. Unplug my phone, wanna blow up my screen. Don't wanna hear all the lies and the lines they're selling to me. I wanna play. I threw it and it was just stuck it, like beautiful.